Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Bildiyiniz kimi dərzi hazırlıq dərslərimiz davam eləyir. Bu gün sizinlə tikiş istehsalının avadanlığı dərsliyindən sadəcə bir maşın haqqında danışacağam. Bu maşın 1852-ci sinif 2 iynəli tikiş maşınıdır. Gəlin maşınımızın modifikasiyası və texniki göstəriciləri ilə birlikdə tanışılaq. Xüsusi olaraq qeyd edeyim ki, müəllimlər, bu maşın Kalin adına Podolsk Mexaniki Zavoduna məxsusdur. Bu maşınla əsasən alt paltarları, yataq dəyişiklikləri, kostyumluq parçaların tikilməsində istifadə edilir. Elə əsas məqsəd də 2 paralel tikiş xətti yaratmaqdır. Və xüsusi olaraq qeyd edeyim ki, bu maşın 2 iynədən ibarətdir. İstədiyimiz zaman bu iynələrdən birini açıb bağlamaq mümkündür. Bu da maşının əsasən funksionallığını, çevikliyini birüzə verir. Fırlama sürəti 3000 dövr dəqiqədir. Tikiş addımı 4,5 mm qədərdir. İki tikiş arasındakı məsafə 10 mm-dir. Bəzən bu təbii ki, dəyişilə bilir. 3-dən 19 mm-ə qədər hətta dəyişmək mümkündür. İynə nömrəsi isə 90-120 nömrəli iynələrdən istifadə olunur. Düyüsü də həmçinin 22-249-82E-yə bərabərdir. Əsasən də toxuma məhkiklidir. Alt sap bu üsulla örtülür və bu tikişin hamar və davamlı alınmasına kömək edir. Bundan başqa onu da qeyd edeyim ki, bu maşın texniki quruluşu əsasına görə də 852 sinif maşınının təkmilləşdirilmiş versiyası əsasında hazırlanıb. Və əlavə olaraq da iynələrin işləmə zamanı ayrı-ayrılıqda açılıb birinin yenidən bağlama mexanizminin olması da onun əsas funksiyalarından biridir. Və əsasən də 852 X5 sinif maşınla demək olar ki, eynidir. Bu da istifadəçiyə bir növ tanışlıq və rahatlıq baxımından çox əlverişlidir. Deməli müəllimlər, bugünkü dərsimiz haqqında bu qədər. Hər biriniz